Hamımız Kitabi Dədə Qorqudu bilirik, elə deyilmi? Onun Qazan xan, Bamsı Beyrək kimi məşhur qəhrəmanlarını tanıyırıq. Onlar Qalın Oğuz elinin yenilməz, qorxmaz igidləri idilər. Amma bax, bu möhtəşəm dastanın dərinliklərində çoxlarının fərqində olmadığı bir sir gizlənir. Və bu sir bizi bir sualla üz-üzə qoyur. Necə olurdu ki, bu qədər qüdrətli, bu qədər güclü bir xalqın ən amansız döyüşləri çox vaxt kənardakı düşmənlərlə yox, elə öz qardaşları arasında baş verirdi. Yəni onların ən böyük düşməni bəlkə də elə öz içlərində idi. Bəli, Kitabi Dədə Qorqud bizə Qalın Oğuz adlanan igidlərdən bəhs edir. Amma bu möhtəşəm birliyin tam mərkəzində demək olar ki, onu ikiyə ara parçalayan dərin bir çat var idi. Bugünkü araşdırmamızda məhz bu gizli quruluşu və onun səbəb olduğu o böyük münaqişələri anlamağa çalışacağıq. Elə isə başlayaq. Birinci hissə. Parçalanmış xalq. İkinci hissə iç və dış Oğuz. Deməli, məsələ ondadır ki, bu sadəcə təsadüfi bir rəqabət, adi bir düşmənçilik deyildi. Xeyr, bu onların cəmiyyətinin, demək olar ki, bütün qayda qanununun təməlində yatan quruluşlaşmış bir bölünmə idi. Baxın, Oğuzlar vahid bir xalq olsa da, əslində bir növ konfederasiya idilər. Yəni, ortaq məqsədlər üçün birləşmiş tayfa ittifaqı. Və bu ittifaqın birinci, ən əsas hissəsi İç Oğuz idi. Onlar dövlətin ürəyi, siyasi və inzibati mərkəzi sayılırdılar. Mənbələrdə Bozoq tayfası kimi tanınan bu qrupa dastanın da əsas qəhrəmanı olan Qazan xan başçılıq edirdi. Amma medalın ikiniz üzü də var idi və bu üz heç də daha zəif deyildi. Bu, dış Oğuz idi. Onlar geniş sərhədləri qoruyan qüdrətli bəylər idilər. Üç Oğ tayfası kimi tanınan bu qrupa isə çox vaxt elə Qazan xanın öz dayısı, üsyankar təbiətli Arus rəhbərlik edirdi. İndi gəlin bir anlıq bu güc balansına nəzər salaq. Deməli, mərkəzdəki İç Oğuz Qazan xanın rəhbərliyi altında təxminən 80 min döyüşçüyə malik idi. Amma sərhədləri qoruyan dış Oğuz Aruzun başçılığı ilə onlardan daha çox idi. 90 min. Bu, özlüyündə mərkəzlə kənarlar arasında daimi bir gərginlik potensialı deməkdir, elə deyilmi? Yaxşı, bəs bu iki rəqib qrup necə olurdu ki, bir dam altında yaşayırdı? Mənbələrdəki bu ifadə əslində hər şeyi çox aydın izah edir. Onlar vahid bir bədənin, vahid bir imperiyanın iki qanadı kimi idilər və hər ikisi də ali hökmdar olan Bayındır xana tabe idi. İndi isə keçək üçüncü hissəyə. Bu epik dünyanın xəritasına birlikdə baxaq. Dastanlarda adı çəkilən yerlərə bir fikir verin. Dərbənd, Bərdə, Gəncə, Təbriz, Araz və Kür çayları. Bunlar sizə tanış gəlir, eləmi? Çünki bunlar uydurma yerlər deyil. Hamısı bizim coğrafiyamızda, müasir Azərbaycan və ətrafındakı real məkanlardır. Bu da o deməkdir ki, Oğuz eli hansısa xəyali bir diyarda yox, məhz bu torpaqlarda yaşayıb. Alimlər hesab edir ki, Oğuz yurdunun ürəyi, yəni İç Oğuzun məskəni, məhz Kür Araz ovalığı idi. Bura həm məhsuldar torpaqlar idi, həm də strateji cəhətdən əlverişli idi, yəni siyasi mərkəz olmaq üçün ideal bir yer. Bəs dış Oğuz, onların məkanı daha geniş, daha çətin bir coğrafiya idi. Cənubi Azərbaycanın və Şərqi Anadolunun uca dağları. Onların əsas vəzifəsi də elə bu idi, imperiyanın bu nəhəng sərhədlərini qorumaq. Beləliklə, gəlin bir ümumiləşdirmə aparaq. Deməli, İç Oğuz, Kür Araz ovalığı, yəni siyasi mərkəz. Dış Oğuz isə Cənubi Azərbaycan və Şərqi Anadolu, yəni sərhəd keşikçiləri. Gördüyünüz kimi, coğrafiya onların siyasi rollarını birbaşa diktə edirdi. İndi isə dördüncü hissə. Rəqiblər, üsyançılar və qohumlar. Bu sistemin içindəki o daimi gərginlik ən yaxşı harda görünür? Əlbəttə ki, Qazan xanla onun doğmaca dayısı Aruzun münaqişəsində. Bəli, doğmaca dayısı. Bu qohumluq bağı isə siyasi rəqabəti daha da faciəvi edir. Hər şey kiçik bir təhkirlə başlayır. Deməli, Qazan xan adətə görə illik ziyafətdən sonra obasını yağmaladır. Amma bu mərasimdə nədənsə yalnız İç Oğuz bəyləri olur. Dış Oğuz isə kənarda qalır və buna özlərinə qarşı göyü hörmətsizlik sayırlar. Qəzəblənən Aruz bu fürsətdən istifadə edir, bütün dış Oğuz bəylərini başına yığıb doğma bacısı oğluna qarşı müharibə elan edir. Nəticə, tam bir faciə. Bu qardaş qırğınında Qazanın ən yaxın dostu, məşhur igid Beyrək həlak olur. Müharibənin sonunda Qazanın qoşunu qalib gəlir.
Qardaşı Qaragünə isə üsyanın başında duran dayısı Aruzu edam edir. Bax, bu məsələnin dönüş nöqtəsidir. Görürsünüz, Aruzun şəxsi incikliyi necə asanlıqla bütün dış Oğuzun mərkəzi hakimiyyətə qarşı topyekün üsyanına çevrilir. Bu da əslində bu daxili bölünmənin nə qədər kövrək və təhlükəli bir sistem olduğunun sübutudur. Bir anlıq təsəvvür edin, iç Oğuzun 80 min, dış Oğuzun isə 90 min döyüşçüsü. Birləşəndə bu təxminən 170 minlik nəhəng bir ordu deməkdir. Bu rəqəm bir tərəfdən onların xarici düşmənlərə qarşı nə qədər qüdrətli olduğunu göstərir, digər tərəfdən isə aralarında başlayan bir müharibənin nə qədər qanlı və dağıdıcı ola biləcəyini gözlər önünə serir. Və nəhayət sonuncu hissəyə gəldik. Bu parçalanmanın bizə qoyduğu miras. Yaxşı, bütün bunlardan sonra ağla bir sual gəlir. Bu ikili sistem, bu iç-dış bölgüsü əslində Oğuzlar üçün bir zəiflik idi, yoxsa bir güc mənbəyi? Bir tərəfdən baxanda cavab aydındır. Bəli, bu bir zəiflik idi. Çünki dayı ilə bacı oğlunu ən yaxın qohumları bir-birinə düşmən edirdi. Bu, dağıdıcı vətəndaş müharibələrinə səbəb olurdu və təbii ki, bütün Oğuz elini xarici təhlükələr qarşısında zəiflədirdi. Amma gəlin məsələyə başqa tərəfdən də baxaq. Bu sistem eyni zamanda nəhəng, rəngarəng bir ərazini idarə etmək üçün çox dinamik və çevik bir üsul idi. Mərkəz və sərhəd bölgüsü bu təkcə Oğuzlara xas bir şey değildi. Tarixdə bir çox bölük köçəri imperiya məhz bu modeldən uğurla istifadə etmişdi. Və bütün bu analiz bizi son, düşündürücü bir suala gətirib çıxarır. Görəsən, dünyanın digər böyük dastanlarının dərinliklərində bizim hələ də kəşf etmədiyimiz daha hansı gizli sosial, siyasi quruluşlar gizlənir?